Bu prosesi necə keçir? Biz 2023-cü ildən artıq onlayn təhsilə keçmişik. Tələbə bizim nümayəndəliyimiz olan NF Education-ə yaxınlaşır, onlayn şəkildə tanışlıq yaranır, tələbə ilə söhbət aparılır. Bu danışıqlar hamısı kamera vasitəsilə qeydə alınır. Azərbaycan vətəndaşları bizim təhsilə tez adaptasiya olunurlar, uğurlu nəticələr əldə edirlər. Onlayn dərslər nə dərəcədə keyfiyyətlidir? Universitet çalışır ki, çox keyfiyyətli onlayn tədris həyata keçirsin. Onlayn təhsilə gəldikdə isə mən onlayn təhsildə çox müsbət tərəflər görürəm. Hər şeydən əvvəl bu çox rahatdır. Sənə rahat olan üsulda təhsil alırsan. Müəllim diqqətini tələbə üzərində saxlaya bilir. Bizdə həmçinin Zoom proqramı var ki, keçirilən dərsləri yadda saxlayır. Tələbə istədiyi vaxt təhsil ala bilir və yadından çıxan mövzunu yeniləyə bilir. Tələbələr hansı dildə